Şuşanın səsi. Şuşanın səsi efirdədir. İstəkli dinləyicilər, bugünkü mövzumuz 2-ci Qarabağ müharibəsini şərtləndirən tarixi, siyasi və hüquqi amillər adlanır. 2020-ci ilin payızında Azərbaycan Ermənistan üzərində möhtəşəm qələbə qazandı. 30 il işğal altında inləyən torpaqlarını düşmən tapdağından azad etdi. Bəs qələbəyə gedən yolda nə kimi strategiya qurulmuş, hansı addımlar atılmışdı? Bütün bunlara Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri Elçin Əhmədovla birgə nəzər salırıq. Buyurun Elçin müəllim. Təşəkkür edirəm. Elçin müəllim, biz əvvəlki verilişimizdə 2-ci Qarabağ müharibəsini şərtləndirən tarixi, siyasi və hüquqi amillər mövzusunda söhbət açdıq və göstərdik ki, bu qələbənin qazanılmasında hansı tarixi, siyasi və hüquqi amillər əsas baza rolunu oynayıb. Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən əsassız fikirlər tarixi reallıqları, münaqişənin əsl mahiyyətini heç vaxt əks etdirməyib. Bunu Azərbaycan prezidenti İlham Əliyev bir sıra beynəlxalq tədbirlərin tribunasından dünyaya bəyan edib. Və mən istəyirəm ki, indi siz məhz həmin o beynəlxalq tədbirlər haqqında söhbət açasınız. Eyni zamanda təbii ki, prezident Ali Baş Komandan İlham Əliyevin həmin beynəlxalq təşkilatlarda olan çıxışlarına diqqəti yönəldəsiniz. Buyurun Elçin müəllim. Çox sağ olun. Bu məsələ çox vacib məsələdir. Çünki bizim 2-ci Qarabağ müharibəsində qeyd etdiyimiz kimi həm tarixi, həm siyasi, həm hüquqi amillərdən biz danışdıq və eyni zamanda diplomatik cəbhədə, xüsusilə də beynəlxalq səviyyədə tribunalardan Qarabağın tarixən Azərbaycana məxsus olması haqqında olan faktları tarixə və beynəlxalq hüquqa əsaslanaraq dövlət başçısı ta 2003-cü ildən başlayaraq hər zaman istər UNESCO səviyyəsində, istər BMT səviyyəsində, istər Münhen Təhlükəsizlik Konfransında, hətta Davos İqtisadi Forumunda, yəni məsələyə aidiyyatı oldu, olmadı, bütün beynəlxalq tribunalardan bu məsələni hər zaman ön plana çəkmişdi. Və artıq qeyd etdiyimiz kimi 2-ci Qarabağ müharibəsi ərəfəsində də, xüsusilə də biz 19-cu ili qeyd edə bilərik ki, 19-cu ildə oktyabr ayının 3-ünü bizim üçün çox yadda qalan bir gün oldu. Çünki həmin dövrdə Rusiya Federasiyasının Soçi şəhərində Valday Beynəlxalq Diskusiya Klubunun 16-cı illik toplantısında cənab prezident Qarabağ Azərbaycandır onların əks argumentinə cavab olaraq onlar qeyd eləmişdilər ki, müharibədən əvvəlki illərdə onların rəhbərliyi, yəni ki, qeyd eləmişdi ki, Qarabağ Ermənistandır. Amma bu mühüm beynəlxalq toplantıda dövlət başçısı cənab prezident birmənalı şəkildə bu məsələyə həm tarixi aspektdən, həm beynəlxalq hüquq aspektdən cavab verdikdən sonra birmənalı şəkildə bildirdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Və bütün dünyaya bu mühüm beynəlxalq tədbirdə bu bəyan edildi. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycan است. Qarabağ hiya Azərbaycan. Qarabağ et Azərbaycan. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycaniya. Qarabağ Azərbaycanı. Qarabağ Azərbaycanı. Qarabağ Azərbaycanı. Bugün böyük qürur ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Şuşanın səsi verilişi davam edir. Dəngi Şuşa Lefirəyə. Oktyabr ayının 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilirdi. Həmin iclasda da Ermənistanın faşist ideologiyasına əsaslanan təcavüzkar siyasətinin mahiyyətini ortaya qoydu. Və eyni zamanda bundan sonra Azərbaycanda biz bilirik ki, Qoşulmama Hərəkatına Azərbaycan sədrlik etdi və Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci zirvə görüşündə çıxışları zamanı da
bu məsələni Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, dövlət terrorizmi siyasəti, soyqırım siyasəti, etnik təmizləmə siyasəti, eləcə də bu dövlətin həyata keçirdiyi faşist ideologiyasına əsaslanan siyasəti, yəni ki, o faşist ideologiyasının Aşqabadda da axı qeyd eləmişdi ki, o 6 metr hündürlüyündə faşist əlaltısı olan Nicdeyə heykəl qoymuşdular. Yəni bunu bir daha vurğuladı, bir daha Aşqabaddan sonra qoşulmama hərəkatında da toplantısında da bu məsələni ön plana çəkdi və nəhayət biz artıq gəlib çıxırıq 2020-ci ilə. 2020-ci il Ermənistanın Azərbaycana qarşı bu ərazi iddialarının ifşa olunması baxımından ən mühüm toplantı oldu 2020-ci il fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında. Və Münhen Təhlükəsizlik Konfransında cənab prezident Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı panel müzakirələr keçirilirdi və həmin panel müzakirələr zamanı Ermənistan baş nazirinə demək olar ki, tarixdən və beynəlxalq hüquqdan əsl mənada dərs keçdi. Yəni tarixən Qarabağın Azərbaycana məxsus olması haqqında ta onların bu torpaqlara köçürülməsinə başladığı dövrdən bu günə qədər Sovet dövrünə daxil olmaqla bütün atılan addımların hamısını faktlarla əsaslandırdı və demək olar ki, onların bütün o yalan üzərində qurulmuş o təbliğatını ifşa elədi. 1813 və 1828-ci illərdə bağlanmış Gülüstan və Türkmençay müqavilələrinə əsasən Azərbaycanın qalan hissəsi də Rusiya imperiyasının tərkibinə qoşuldu. Həmçinin Dağıstan, Gürcüstan və Ermənistanda. Beləliklə, bu məsələnin tarixi bir hissəsidir. Sonra Rusiya imperiyası dağıldıqdan və 1918-ci ildə Azərbaycan və Gürcüstan demokratik respublikaları yaradıldıqdan sonra verilən ilk fərmanlardan biri də İrəvanın Azərbaycandan Ermənistana verilməsi və İrəvanın Ermənistanın paytaxt elan edilməsi oldu. Bu digər bir tarixi faktdır. Əgər sən kiməsə nəsə verirsənsə, deməli o sənə məxsus idi. 1921-ci ildə Bolşevik Partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycan tərkibində saxlanılması haqqında qərar çıxartdı. Mən məhz saxlanılmasını nəzərdə tuturam. Nəinki bəzi erməni tarixçilərin təqdim etdiyi kimi verilməsi termini. Bu da tarixi bir faktdır. Digər bir tarixi fakt odur ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycan tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında fərman verdi. Bu tarixdir. Daha sonra 1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı təcavüzə başladı və 300 min Azərbaycanlı Ermənistan ərazisindən deportasiya edildi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. El azaddır, dil azaddır, azad sazlar. Yayınımıza Şuşa'nın sesiyle devam ediyoruz. El azaddır. Gəlib çıxırıq iyun ayının 18-nə. Həmin dövr bilirik ki, pandemiya dövrü idi. Video konferans formatında keçirilirdi. Şərq tərəfdaşlığı ölkələrinin video konferansı və həmin sammitdə Ermənistanın yürütdüyü faşist ideologiyası, Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, işğalçılıq siyasətini bir daha dövlət başçısı ifşa elədi və Ermənistan, bayaq qeyd etdiyim kimi, Ermənistan rəhbərliyinə əsl mənada beynəlxalq hüquqdan, tarixdən dərs keçməklə yanaşı onların himayədarlarına da bu mesajları çatdırdı. Və mühüm beynəlxalq toplantılarda hər zaman dövlət başçısı vurğulayırdı ki, Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir. Yəni bu fikir bütün dünyaya bəyan edildi və dəfələrlə bu bizim mövqeyimiz, yəni ki, dövlət başçısı hər dəfə tarixi ədalətə, eyni zamanda beynəlxalq hüquqa əsaslanırdı və heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verilməyəcəyini bildirirdi və işğal edilmiş bütün torpaqların işğalçılardan azad olunmalı olduğunu, eləcə də həmin torpaqlardan məcburən köçkün düşmüş Azərbaycan vətəndaşlarının öz doğma yurtlarına qayıtmalı olduqlarını hər dəfə bəyan eləyirdi və bu da heç şübhəsiz ki, həmin toplantılarda bütün dünyanın diqqətinə çatdırılırdı. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində diqqətə çatdırıldı ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsassızdır, tarixi faktların və beynəlxalq hüquq prinsiplərinin ermənisayaq təsvirindən başqa bir şey deyil.
Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış, oyuncaq, qeyri-qanuni və heç bir dövlət tərəfindən tanınmayan qondarma qurumun rejimini tanıtmaq üçün göstərdiyi cəhdlər beynəlxalq hüquqa ziddir və heç bir əsası yoxdur. Ona görə də ermənilərin öz müqəddəratını təyin etmə hüququnu bəhanə etməsi, beynəlxalq hüquq normalarının, xüsusilə dövlətlərin ərazi bütövlüyü, zor işlətməmək və zor işlətməklə hədələməmək, sərhədlərin toxunulmazlığı kimi ATƏT-in Helsinki prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Bu baxımdan bayaq qeyd elədiyim o Münhen Təhlükəsizlik Konfransındakı Ermənistanın o demək olar ki, tarixə və beynəlxalq hüquqa əsaslanaraq baş nazirinə verdiyi cavab, yəni ki, onlar həmişə nə ilə manipulyasiya edirdilər? Öz müqəddəratını təyin etmə prinsipi. Yəni öz müqəddəratını bir dəfə təyin eləmişdilər. 1918-ci ilin may ayında onlar indiki Ermənistan adlı dövləti tarixi Azərbaycan torpaqlarında qurmuşdular. Bəli. Amma ikinci dəfə onların öz müqəddəratını təyin eləmək üçün çox yerlər var idi. Ona görə də cənab prezident bildirdi ki, mənim onlara məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün yer kürəsində başqa yer axtarsınlar, başqa yer tapsınlar, Azərbaycanda yox. Bu əsl mənada dövlət başçısının verdiyi tutarlı bir, arqumentli bir cavab idi. Bəli, Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münaqişəsi həll olunmadan, yəni Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarından çıxmayınca bölgədə heç bir müsbət irəliləyişin mümkün olmadığını vurğulamaqla yanaşı, Azərbaycanın öz milli maraqları uğrunda sona qədər mübarizə aparacağını bildirdi. Eyni zamanda bu mübarizədə ədalətin Azərbaycan tərəfində olduğunu söyləyən Prezident İlham Əliyev dünyaya bəyan etdi ki, Azərbaycan bundan sonra da öz prinsipal mövqeyindən dönməyəcək. Bəli, həqiqətən də Azərbaycan prinsipial mövqeyindən heç vaxt dönmədi və cənab prezident bütün toplantılarda, istər dövlət başçıları səviyyəsində, istər beynəlxalq təşkilatlar çərçivəsində keçirilən bütün toplantılarda bu məsələni hər zaman önə çəkirdi və Ermənistana qarşı təzyiqin olmamasını bildirirdi. Ermənistana qarşı demək olar ki, o qəbul olmuş qətnamələrin icra olunması üçün heç bir təzyiq göstərilmədiyini, sanksiya verilmədiyini bildirirdi və ancaq dəfələrlə cənab prezident bildirirdi ki, biz Ermənistanın hərbi siyasi o cinayətkar rəhbərliyini cəzalandıracağıq. Əgər beynəlxalq birlik Ermənistanın törədilmiş bu beynəlxalq cinayətlərə görə, müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək istəmirsə, necə ki, Xocalı soyqırımına görə heç kim onları məsuliyyətə cəlb etməyib, amma biz onları məsuliyyətə cəlb edəcəyik. Biz onların özlərinin cəzasını verəcəyik. Özümüz onları cəzalandıracağıq və bizim cəzamız çox ədalətli cəza olacaqdır. Onlar ən ağır cəzaya layiqdirlər. Bu, cənab prezidentin bu məsələyə olan çox tutarlı bir cavab idi və biz onları döyüş meydanında cəzalandırdıq, diplomatik cəhbədə onlara qalib gəldik, eləcə də informasiya müharibəsində də qalib gəldik. Düşman Azərbaycanın hazırlıqlı, hər dəqiqə, hər an döyüşə atıla biləcək qəhrəman Azərbaycan ordusunun əsgərləri ilə qarşılaşdı. Şuşanın səsi verilişi davam edir. شما برنامه صدای شوشا را میشنوید. دنگ شوشا لفیریه. Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də Valday Beynəlxalq Diskussiya Klubunun 16-cı illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi Qarabağ Azərbaycandır və nida işarəsi devizi bir ildən sonra 2020-ci ildə 44 gün ərzində reallığa çevrildi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Dəyərli dinləyicilər, Şuşanın səsini dinlədiniz. Verilişin müəllifi professor Elçin Əhmədov, redaktor Aybəniz Məmmədəliyeva, rejissor Ülviyə Zamanlı, səs operatoru Yaqut Bəşirova idi.
Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, vətənin olmaq gərək. Vətəni sevmək azdır, onu qorumaq gərək. Vətənim demək azdır, vətənin olmaq gərək. Oladı torpağı ruhdan, candan irəli, o atadan qabaqdır.